Uşaqlar, biz sizlə danışdıq. Nə dedik? Dedi ki, cüt funksiya mənfini nə edir? Budur. Yəni f mənfi x bərabər nəyə? Müsbət f-ə. Onda belə başa düşdük da. F mənfi x bərabərdir. Müsbət f-ə. Bu necə funksiya adlandı? Cüt funksiya adlandı. İndi uşaqlar, bax. Funksiyonda dövrü nə idi dedik? 6. Yəni mən hər 6 addımdan bir sual verirəm. Məsələn, 60 sual vermişəmsə, 60 addım atmışamsa, neçə sual verirəm? 60'ı bölürəm 6'ya, deyirəm ki, məsəl üçün 10 sual, düzdürmü? Yəni məntiqlə nəyin tapırıq? Dövrünü. İndi uşaqlar, bu da dövrü bunlarla ifadə eləməyimizi istəyir. Əslində çox rahat sualdır, burax imtahanlarında düşür. Bir də bir şeyə diqqət edək. Buradakı mənfilər var. Biz dedik, cüt funksiya mənfinin nə etdi? Uddur. Gəlin belə eləyək. Bu cüt funksiyası f mənfi 14, müsbət f14 olmalı deyil. Deməli, bu nə oldu? Müsbət. Uşaqlar, f mənfi 21. Müsbət nə olmalıdır? F 21. Niyə? Cüt funksiyası deyək. Düzdür. İndi gəlin bura. F mənfi 45. Belə yazaq da. F mənfi 45. Nəyə bərabərdir? Müsbət nəyə? Cüt funksiyanın xassiyası. Onda bu mənfini də uddu. Uşaqlar, f mənfi 50. Müsbət nədir? F 50. Yəni bu da müsbət. Buraya qədər hamı üçün aydındır. Başa düşdük də məntiqini. Tamam. Bununla devam edelim. Uşaqlar, dövrü nə idi? 6. Demək bu qiymətləri neçəyə bölməliyəm? 6'ya dövrü atmalıyam. Uşaqlar 14'ü 6'ya bölündə neçə dəfə düşür? Qalıq nə qalır? 2. Aha. Deməli F14'ün yerində nə durubmuş? F2. Bax, bölüb dövrü atasız, nəyə yazasız yerinə? Qalığı. Aydındır dediyim. Gəlin buna baxaq. 21'i 6'ya bölsə uşaqlar 3 dəfə düşər. Qalıq 3. Deməli bunun yerinə yazdım. Plus F3. Çox gözəl. İndi gəlin buradan danışalım. Uşaqlar F45. 45'i 6'ya bölsəm 7 düşər. Qalıq nə qalar? Yerinə yazdım F3. Çıxaq. Uşaqlar F50. Uşaqlar 50'ni də bölərəm 6'ya. 8 dəfə düşər. Qalığımız 2. Çox gözəl. Buna qədər hamı üçün aydındır da. Qalmadı qaranlıq. Yaxşı. İndi devam edək. Mənə uşaqlar. İndi bunu biz yazaq. Mən deyim, sonraki siz yazın. Diqqətlə qulaq asın. Bax, müəllim. F-in qiymətini bilirəm. Bəli, niyə bilmirəm? Gəlirəm, yazıram yerinə. Gəlin baxın. F-in qiymətini bilirəm. Bax, neçədir? 5. Burada yazdım yerinə 5. Uşaqlar, bax, bu F3'dür ya F mənfi 3'dür. İndi dedik, mənfi, F mənfi demək elə nə deməkdir? F müsbət. Niyə? Cüt funksiyadır. Yəni F mənfi 3 6'dırsa uşaqlar, onda F müsbət 3 deyilir. Nə sayılır? Aha, onda F-in yerinə nə yazıram? 6. F-in yerinə nə yazıram? 6. F-in yerinə yazıram 5. Uşaqlar, altdan 5 çıxaram. 1. 6 üstünə 5 gələrəm. 11. 11'i də bölərəm 1'ə. 11. Elədir bizim funksiyamızın doğru cavabı 11. Qalar yadımızda. Bildik məntiqini.